Torpaqların kateqoriyaları hansı qanunvericilikdə öz əksini tapıb? Torpaqların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və məqsədli təyinatına və hüquqi rejiminə görə kateqoriyalara bölünür. Bunlar kənd təsərrüfatı, yaşayış məntəqələrinin, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.